Təcili Tibbi Yardım Mərkəzinin Binəqədi rayonu 1 saylı bölmənin həkimi doktor Xəlil İsmailov studiyamızın qonağıdır. Xəlil doktorun illərə dayanan təcrübəsi var. Xoş gəlmişsiniz ilk növbədə. Təşəkkür. Və siz neçə ildir təcili yardımda çalışırsınız? Ümumi 43 il əmək fəaliyyətimin 37 ilini bir yerdə Binəqədi rayonu 1 saylı bölmədə çalışıram. Və təcili yardım həkimisiniz. Bəli, 37 il. 37 il bir idarədən. Və nələr görmüsünüz siz? Bəli, çox. Maraqlı hadisələr nə olur? Çünki təcili yardım həkimlərinin həmişə biz söhbət edəndə görürük ki, maraqlı hadisələr olur, maraqlı pasientlərlə qarşı-qarşıya qalırlar, maraqlı situasiyalara düşürlər. Sizin təcrübənizdə yadda qalan maraqlı hansı hadisələr var idi ki, sizi də təəccübləndirdi? Çox hadisələr olur. Təcili yardımda demək olar ki, bütün axla gələn və axla gəlməyən hadisələrlə rastlaşırıq çağırışlarda. Qeyri-adi olur, təsadüfi doğuşlar olur, hətta maşında tutması oluruq, ev şəraitində olur. Ağır ürək xəstəliklərindən çox rast gəlirik, ağırlaşmış formalarda, ağırlaşmamış formalarda. Təcili yardımda demək olar ki, bütün xəstəliklərə rast gəlirik. Maraqlıdır. Ürəkdən danışmışkən, siz əvvəl kardioloji briqada var idi, indi deyəsə ümumiləşdirilib. Əvvəl 90-cı illərdə kardioloji briqada ayrı idi. O vaxt intensiv terapiya briqadası idi. Son vaxtlar odu anestezik reanimasyon briqada. Bəli, o vaxtlar müəyyən vaxtlarda kardioloji briqadada fəaliyyət göstərmişəm. Sonra uzun müddət intensiv terapiya briqadasında, hal-hazırda səyyar həkim vəzifəsində çalışıram. Heç olubmu ki, işdən kənar vaxtda, haradasa baxmısınız, başa düşmüsünüz ki, bu gedən adamın stenokardiyası tutub, hal-hazırda infarkt keçirə bilər, ona yardım etmişsiniz? Olur. Yolda gedəndə, bir neçə il bundan qabaq, Qəbəliyə istirahətə gedəndə, yolun qırağında İsmailli yolunda maşın dayanmışdı. Yoldan keçəndə baxdıq, arvad əl vurur, ayaqlarına belə haray qaldırır. Yaxınlaşdıq. Məndə də şəxsin başında bütün avadanlıqlar elektrokardioqramadan tutmuş, ilk təcili yardım çantasına qədər bütün dərmanlar mövcuddur. Yaxınlaşdıq, ürək tutmuşdu, ilk yardım elədik, təcili yardım çağırdıq, salamat, ondan yola saldıq, getdik. Maşallah. O zaman sizlə səyahət edən, deyək ki, sizlə bir təyyarədə olan insanlar şanslıdırlar ən azından. Mövcud problemi dərhal görüb aradan qaldırmağa kömək edə bilərsiniz. Situasiyalarda qeyri-adi adamın yardımı, münasibəti başqa olur. Bizimki hər halda bir proses, heç olmasa dərman da olmasa müəyyən vasitələrlə hər hansı bir formada kömək edə bilirsiniz. Ən azından doktor, vəziyyəti doğru dəyərləndirmək. Çünki ən böyük problem odur. Əsas dəyərləndirməkdir. Əsas dəyərləndirmək, vəziyyəti, situasiyanı nəzərə almaq. Bax, elə gəlin dəyərləndirmədən danışaq ki, təcili yardım gələnə qədər ev əhalisi deyək, ailə üzvləri, bir ürəyində problem olan insanın vəziyyəti necə dəyərləndirməlidirlər? Hansı kriteriyalara uyğun olaraq qərar verilməlidir ki, təcili yardım çağıraq və yaxud bu şikayət ümumiyyətlə ürəklə əlaqəsi yoxdur, bəzən olur ki, istetikadadır. Yəni, onun üçün icazə versəydiniz, bir qısa məlumat verərdim ürək haqqında. Çünki həm tamaşaçılara aydın olsun ki, ürək insan orqanizmi, insan fəaliyyəti sağlamlığı üçün nə qədər vacib orqandır. Bildiyimiz kimi, insan orqanizmi isə sistemlərdən və üzvlərdən ibarətdir. Misal üçün, sinir sistemi, dayak hərəkət sistemi, həzm sistemi, endokrin sistem, cinsiyyət sistemi və s. və bir də qan damar sistemi. Qan damar sisteminin ən vacib orqanlardan biri ürəkdir. Orqanizmdə ürək yeganə orqandır ki, fasiləsiz işləyir. Bütün orqanlar dincəlir, günün müəyyən saatlarında dincəlir. Ürək insan ömrü boyu fəaliyyət göstərdiyi dövrdə yeganə orqandır, fasiləsiz işləyir. Siz hesab eləyin ki, bir gündə ürək 100.000 dəfə döyünür. Bir gündə 7 ton 200 qan göstərdiyi dövrdə yeganə orqandır, fasiləsiz işləyir. Siz hesab eləyin ki, bir gündə ürək 100.000 dəfə döyünür. Bir gündə 7 ton 200 qan qovur. İldə 263, 7 ton 200, 100.000 dəfə təxmini ürək döyünür. İldə 263 ton. 80 yaş üçün 2-3 milyard arası ürək döyünmə baş verir. Yəni, hər döyünəndə ürək 60-75 milliqram qan qovur aortaya. Oradan özünə götürür 200-250 milliqram özünü qidalandırmaq üçün. Fiziki gərginliklər vaxtı bu qanın miqdarı qalxa bilir 30 litrə, 40 litrə. Özü qəbul etdiyi qanın miqdarı 3 litrə qədər qalır. Yəni, buradan ümumi nəticə çıxartmaq olur ki, cüzi damar problemi olanda baş verə biləcək fəlakətlər təsəvvür eləmək çətin deyil. Yəni, ona görə
ürəyin qeydinə qalmaq. Ürəkdə indi işemik xəstəliklərdə əsas ağrılar ürəklə əlaqəli olmayan xeyli ağrılar da var ki, ürəyin qidalanması ilə əlaqədar olmur. Amma nəzərə alsaq yaş faktoruna, risk faktorları var. Qabaq 40-dan yuxarı götürülürdü, indi getdikcə bizim 20 neçə yaşında da infarkta rast gəldiyimiz olub, hospitalizasiya elədiyimiz olub. Ümumiyyətlə belə götürsək 35-40 yaşından yuxarıda döş qəfəsində olan ağrıları müraciət eləməlidir. Yəni işemik ağrılar başqadır, ürəkdən kənar qeyri-kardial ağrılar başqadır. Bəzən də olur ki, üzr istəyirəm sözünü kəsim. Siz dediniz ki, ürəkdə olan ağrılar, yəni sinədə olan ağrılar. Bəzən olur ki, eşidirik ki, filan kəs ürəyi bulandı, qaytardı, narahat oldu və sonra məlum oldu ki, infarkt keçirdi, vəfat elədi. Yəni ürək ağrılarında belə qısa desək, ürəyin işemik xəstəliklərində ilk yerlərdə başlayır sinekardiya. Sinekardiya qısa müddətli işemiya, keçici formada. Əsasən o tipik formalardır. Atipik formalar haqqında məlumat verərik ki, tək bir barmaq, bir diş ağrısı ilə də infarktlara rast gəlirik. Tipik formada olan ağrılar, yəni döş sümüyü arxasında sıxıcı ağrılar, xəstəliyi ilə göstərir döş sümüyü arxasında. Bəzi xəstələr elə bilir ki, ürək buradadır, ürək ağrısı orada olacaq, amma ürək ağrısı əsas olaraq döş sümüyü arxasında olur. Döş sümüyü arxasında sıxıcı ağrılar, bəziləri elə bir piltə qoyulub, daş qoyulub sinəmə, təngə nəfəs olur, fiziki gərginlikdə bu artır. Yəni bu hallarda bu keçici sinekardiyalarda keçici xarakter daşıyır. 2 dəqiqədən 15 dəqiqədir. Bundan artıq olmur. Ümumiyyətlə işemik xəstəliklərdə 3 dövr olur. Birinci işemiya olur. İşemiya dərinləşdikcə miokardın zədələnməsi gedir. O da dərinləşdikcə nekroz gedir. Yəni bunu lap qısa şəkildə belə izah eləyə bilərik ki, tamaşaçılar daha aydın olsun. Amma kənddə yaşamışıq, hamı bilir. Müəyyən bir məhsul əkiləndə onu təbii ki, onun suvarması üçün bir arx qoyulur. Yəni onun ağzı tutulanda yarpaqla, nə ilə, biraz onların da qidalaması üçün su vacibdir. O tutulanda bir də baxırsan, bir soldu. Onu açanda vaxtında o solma bərpa olunur. Bu işemiyadır. Bir də var, bir gün, 2 gün tutaq ki, müəyyən vaxt ərzində oldu. Bir yarpaq, 2 yarpaq soldu, amma bitkinin özü məhv olmur. Onun da ağzı açılanda solmuş yarpaq suyu yenə şuxluğunu saxlayır. Bir də var, o ağız tutulma müəyyən uzun müddətli olsun, artıq ağac qurusun, ondan sonra nə qədər su verirsən, o ağız bərpa olunan deyil. İnsanda da belədir. İşemiyadır, zədələmədir, miokardın işemiyası, zədələməsi bu geri dönən prosesdir. Yəni bunu qarşısını almaq olur. Vaxtında göstərilən yardımla, qandırıcılarla, narkoslarla, yəni qarşısını almaq olur ki, ağırlaşma verməsin. Bu nekroza gətirib çıxmasın. Ona görə də əhaliyə biz həmişə deyirik, müəyyən risk faktorları var, yaş faktorudur, piylənmədir, az hərəkətlilikdir, hipertoniyadan əziyyət çəkənlərdir, şəkərli diabetdən əziyyət çəkənlərdir, narkomanlar arasındadır, ürəyin işemik xəstəliyinə meyillik artır. Yəni bunları korreksiya eləmək olur, bir yaş faktorundan başqa korreksiya eləmək olur. Bəs qadın-kişi cinsi bölsək? Qadın-kişi demək, qadınlarda menopauzaya qədər qadınlar kişilərdən 4-5 dəfə az xəstələnir. Ürəyin işemik xəstəliyinə az yoluxurlar. Çünki onlarda hormonal müdafiə var. Menopauzadan sonra hormonal müdafiə götürüləndə qadınlarla kişilərin xəstələnmə, ürəyin işemik xəstəliyi, infarktlara düçar məruz qalması bərabərləşir. Və ədəbiyyatda da yazılır. Menopauzadan sonra qadında infarkt olursa, o çox ağır keçir, ona çox ciddi yanaşmaq lazımdır. Daha ağır nəticələnə bilər. Nəticə ağır gedişlə nəticələnə bilər. Bu sinekardiyalarda qısa müddətli olur. Yəni o proses, daralma prosesi də nədir? İşemik xəstəliklərin ən əsas səbəbi aterosklerozdur. Damarların aterosklerozudur, aterosklerotik düyünlərdir. Qısa müddətli orada tutulma nəticəsində gedir 10-15 dəqiqəyə qədər bu sinekardiyalar adlanır. Xüsusi sinekardiyanın xüsusi forması var ki, orada spontan aterosklerozla əlaqəli deyil, spazmla əlaqəli olur. Prinsmetal deyirlər, sinekardiyan xüsusi forması deyil. Onlar bir 40 dəqiqədə gedir, o aterosklerozla əlaqə olmur. O damar spazmı hesabına olur. İnfarktlara keçəndə bu işemiya artırında... Biri var ki, damar daralır, biri də var ki, damarın mənfəzini nəsə tutur. Mənfəzi aterosklerotik düyünlər olur. Aterosklerotik düyünlər mənfəzi keçici formada saxlayanda
Yəni işemik qısa müddətli keçici işemiya baş verir bu stenokardiyalarda. O davamlı olanda aterosklerotik düyünlər cırılır, orada adheziya, yapışmalar, tromb əmələ gəlir, artıq bu nekroza gətirib çıxardır. Elə aslında dedik müayinə İşemiya o olunanda belə deyək də qan dövranının qidalanmanın pozulması deyək bəli, də. müvəqqəti keçici pozulmasıdır. Bəli. Biraz o keçici pozma biraz artıq dərəcədə davam edəndə verir zədələnmə. Zədələnmə də biraz artıq formada keçəndə artıq gedir nekroz, toxuma ölməsi. Nekroz artıq infarktdır. Bəli, ürək əzələsinin ölməsi. Yəni toxuma öldü. Nekrozu, bəli, nekrozu baş verir. Yəni onlar da vaxtında tibbi yardım göstərəndə, vaxtında müraciət edəndə xəstələr. Bu vaxtında dediyiniz nədir? Deyək ki, ürək tutması varsa, o vaxt nə qədərdir? Misal üçün, insultlarda deyirlər ki, 4 saat vaxtımız var, xəstəni çatdırmalısınız xəstəxanaya, biz o trombu açmalıyıq, damarı açmalıyıq. O başqa, burada qızıl saat deyilir, qızıl saat deyilir. Yəni, indi hal-hazırda çox inkişaf eləyib, bizim çox savadlı invaziv kardioloqlarımız var. Demək olar ki, bütün tibb müəssisələrində mövcuddur. İlk qızıl saat odur, nekroz olanda nekroz ümumiyyətlə 6 saat ərzində formalaşır. Bu 6 saat ərzində aparılsa, stent qoyulsa, bəli, angioplastika olunsa ilə arasında stent edilir. Stent qoyulanda qan dövranı bərpa olunur. Açılır damar. Bəli, damar sıxılır. Tromb nədir, stent nədir? Damar boyundan çıxan sıxıntını yapışdırır, divara yapışdırır. Stent odur. Angioplastika olunur, yapışdırır, qan dövranı bərpa olunur. Ondan başqa dilatasyon balonla da genişləndirmələr olur. Baxırıq xəstələrə. Bizim bir xəstə var idi, 70-ci yaşında. Məsələn, infarktla idi, məcbur elədim, getmək istəmirdi. Apardıq, sonra gəldi, dedi ki, mərkəzi klinikdə eləmişdi, biz özümüz də inanmırıq ki, açılanda artıq yoxdur, tromb yoxdur, angioplastikaya ehtiyac olmaz. Yəni, vaxtında müraciət eləməli. Xəstə yaş faktorunu yenə nəzərə alırıq. Fiziki gərginliklə əlaqədar olaraq oldu. Stenokardiya da bölünür, onlar stabil stenokardiyalarda birbaşa gərginliklə əlaqədar olan stenokardiyalardır. Məsələn, fiziki gərginlik vaxtı olur, əsəb formasında olur, ürək dönmələrinin sayırtıq olanda olur, təzyiq yuxarı olanda olur, müxtəlif hipoksiyalarda, çox xəstəliklərdə olur. Misal üçün, indi bağ mövsümü başlayır. Hamı gedəcək bağa, əlinə bir lapatka alacaq, nəsə bir... Əgər qış boyu heç bir hərəkət eləməyən bir insandırsa, bir ürəyində problem varsa, birdən-birə özünü yükə salıb hərəkətə başlasa, bağda işləməyə başlasa, bu da əslində yükü artırır. İnsanda miyokardda ehtiyatda olan çoxsaylı damarlar var ki, onlar fəaliyyətdə deyil. Kollateral qan dövranı deyirlər. O damarların fəaliyyətdə olması üçün stimul lazımdır. Stimul da işemiyadır. Məsələn, bax, el arasında çox deyirlər. Biri 60-70 yaş var, neçə ildir ürəyindən əziyyət çəkir, olmur, birində 40 yaşında tutdu. Çünki onlarda 40 yaşında kollateral qan dövranı inkişaf eləməmiş olur. Birbaşa tutan kimi ona görə cavanlarda keçir və çox ağır formada keçir. Anladım. Ən tipik əlamətləri fiziki gərginlik olanda, ürək nahiyəsində sıxıntı, gərginlik olanda, sıxıcı ağrılar, bunlar ətraflı eləyir. Fiziki hərəkəti dayandırmalıdır. Bəzi xəstələr bizdə ağırlaşmaların əsas səbəblərindən biri nədir? Olur, məclislərdə olur, toybəsində götürüb xəstəni gətirirlər. Göynəmə, yandırma olanda, bəli, çox, elə hadisələr çox olur. Yəni, ən əsas odur ki, hərəkəti dayandırmaq lazımdır. Orada doktor, üzr istəyirəm, rəqs elədiyi üçün fiziki yükə görə olur, yoxsa sevindiyi üçün olur? Yox, fiziki gərginlik olur. Yəni, emosional məsələsi, emosional harada dayanır məsələdir? Hamıda olur. Ürək damarlarında problem olan, bayaq qeyd elədiyimiz kimi risk faktorları olan, hipertoniya meyilli olanlardır, şəkərli diabetdən əziyyət çəkənlərdir, kök adamlardır, adenemiya həyata keçirən adamlardır. Onlar birdən-birə fiziki narkozluğa keçəndə problemlər yaranır. Biraz da spirtli içkidən istifadə edirlər, ümumiyyətlə hiss eləmirlər o çəkini. Bəli, spirtli içki ümumiyyətlə ürəyin işemik xəstələrində risk faktoru deyil, amma spirtli içki təsirindən olanda ağrını biraz az formada keçirə bilər. Bəzi insanlar düşünür ki, spirtli içki damarı açır. Bəhanə budur. Yox, spirtli içki ədəbiyyatda da yazılır, ürəyin işemik xəstələr üçün risk faktoru deyil. Amma qaraciyərin mədaltı vəzin evini yıxır. Və qaraciyərin? Qaraciyər mədaltı vəzin evini yıxır. Aydındır. Yəni, infarktlarda stenokardiya nisbətən ağrılar çox şiddətli olur. Və qarşıdan 31 may gəlir, Ümumdünya Tütünlə Mübarizə Günü. Mən istəyirəm siqaretin də bu risk faktoru olduğunu vurğulayaq mümkünsə. Siqaret birinci növbədə ürəyin işemik xəstələr üçün, ümumiyyətlə damar xəstələri üçün ən öndə gedən faktorlardan biridir. 35 yaş üstü əməkdaşlarımız. Tütün, nikotin birbaşa damardalıcı ürək damarlarından, ümumiyyətlə, nəinki ürək, bütün damarların mənfəzinin daralmasında əsas
səbəblərdən biri. Yəni burada siqaret çəkənin stajından asılıdırmı? Məsəl üçün siz gələndə soruşursunuz, siqaret çəkir, neçə illik siqaret çəkəndir? Bəli, siqaret neçə illik çəkmək, gündə nə qədər çəkməsi, onların hamısı önəmlidir. Çünki mən bu yaxınlarda bir post paylaşmışdım bununla bağlı sosial mediada. Və bir neçə nəfər yazdı ki, bizim kənddə filan kəs dayı var, 85 yaşı var, gündə nə bilim 2 paçka siqaret çəkir, hələ də yaşayır, amma filan kəs bütün gün idman eləyirdi, 45 yaşında vəfat elədi və s. Filan kəs nənə o qədər yazıblar ki. Yox, indi tək-tək hadisələr. Belə təəssürat yaranır ki, yəni ki, nə olsun, filan kəs çəkmirdi, infarkt oldu, amma bu çəkirdi, 90 ildə yaşayır. Kənd həyatında bütün günü sahədə çalışırdı, dağı ot pisə-pisə qalxırdı, pisə-pisə düşürdü, öyrənmişdi fiziki. Yəni buradan siqaretlə ağciyərini zəhərləsə də orada təmiz hava ilə biraz da olsa bərpa edilir. Onunla elə bəraət qazandırmaq olmaz. O fərddir, tək-tək hallardır. Biri siqaret çəkir 80 yaş, amma o siqaretdən cavan yaşda ölənlərin sayını demirlər. Senekardik tutmalarda ağrı götürüləndən sonra xəstə tam gümrü olur. Elə bir ta işinə yoxdur. Sonra biz gedəndə ağırlaşma dedik, dalğavari olur. Orada da ağrı götürməliyik ki, ağırlaşmalar əsas şok, kardiogen şok. Onun da müxtəlif növləri var. Ağrı şokundan reaktiv şok, reflektor şoku qarşısını ala bilirik. Məsələn, oradan miokardın 40% və artıq zədiləndə hərci kardiogen şəkə keçirdəndə onların qarşısını almaq ən müasir klinikalarda mümkün olmur. Aydındır. Bəs təkrarı infarktlar necə? Ola bilərmi ki, nə vaxtsa stend qoyulub, indi təkrar infarkt keçirsin və yaxud bir dəfə keçirib xəbəri olmayıb və ya deyir ki, hə, mikroinfarkt olub nə vaxtsa məndə? Bəli, yəni elə çox olur. Yəni proqnoz orada daha mı ağırlaşır? Belə deyək də, infarktın bir ağırlığına görə var, dərəcəsinə görə. Miokard zədələnən, miokardda 3 qat olur. Ürəkdə 3 qat, endokard, epikard, miokard. 3 qatı zədələyən infarkt, transmural infarkt deyirik bunlara, dərinliyinə görə, ağırlığına görə. Bir də var ərazisinə görə, genişliyinə görə. El arasında apşirni deyirlər. Bir neçə divarı əhatə edən infarktlar. Elə çox olubdur. Gedib çəkirsən, baxırsan çapıq göstərir. Məsələn, ən çox bu olur arxa divarı infarktlarında. Olur, xəstə hiss eləyir, hiss eləmir də, yaxşı keçirənlər də olur. Təkrar infarkt başqadır, retsidiv başqadır. Retsidivləşən infarkt odur ki, infarkt dövründə çapıq əmələ gəlməmiş təkrarlanır, hətta 28-30 gün ərzində. Bu retsidivləşir, infarkt retsidivləşir. Bir də var ki, təkrar keçiribdir, müalicə alıb, sağalıbdır, təzədən bir təkrar tutur, ya qonşu divarda, ürəyin o divarlarında bildiyiniz bir neçə divar var, arxa divar, mədəsilər arasına kəsmə, zirvə, yan divar, bunlarda təkrar infarktlar rast gəlinir. Bəs stent qoyulandan sonra bəzən olur ki, stent qoyulur. İndi bu biz həkim olaraq başa düşürük ki, bu stentin uğuru sonraki xəstənin həyat tərzinin nə qədər dəyişəcəyindən asılıdır ki, nə qədər o stent ona xidmət eləyəcək. Çox adam stent qoyuldu deyə arxayınlaşır ki, vəssalam, stent qoydurmuşam, indi idman etməsəm də olar, yeyim, içim, gəzim. Təəssüf ki, bəli, əksər xəstələrimiz ona əməl eləmir. Öz tanış-tunuşlarda, hətta qohumlarda baxırsan, yəni angioplastik olanda istər akaşi əməliyyatı olsun, müəyyən dərmanlar var, orada ömürlük yazılır. Simvasin qrupasıdır, xolesterin miqdarını azaltmasıdır, qarşısının alınmasıdır, ürək dövməni azalmasıdır, qanı duruldan dərmanlardır, təzyiqi korreksiya edən dərmanlardır. Bir müddət atanda da hətta çox qısa bir müddətdə atırlar, bir ay heç olmur, atırlar. Hə, kəsdim, bunu atmadım. Başa sarsan ki, bunlar daimidir, bunlar ömürlükdür, sizə yazılan ömürlükdür. Başa sarsan ki, bunlar daimidir, bunlar ömürlükdür, sizə yazılan ömürlükdür. Bəziləri sual verir ki, yaxşı, siz deyən kimi angioplastik olundu nə? O təkrar aterosklerozun qarşısını almaq üçün, damar mühafizəsinin daralmasının qarşısını almaq üçün onlar yazılır. Olundu, o demək deyil, təzyiqim var, atmayayım, ürək dövməm artıq da atmayayım, ürək yüklə işləməlidir. Ürək nə qədər sakit işləsə, bir o qədər ürək yaxşı dincəlir və qanı təzədən qovur. Çünki ürək sistola vaxtı qanı qovur, o diastola boşalma vaxtı özünə qan götürür. Təsəvvür edin, bir var bir dəqiqədə 100 vura, ərəsində bir 40-50 mililitr qan qova, 100-dən artıq olanda. Bir də var 60-70 arası döyə, ürək yaxşı dincələ, 70 mililitr qanı sərbəst vura damarlara. Bir də təzyiq dərmanını da xüsusilə vurğulamaq istəyirəm burada ki, ancaq gözləyirlər, təzyiqim yoxdur axı, niyə için boşu-boşuna kimi fikirlər var ki? Xəstələrimiz də çoxdur. Yəni, təzyiq dərmanları yazılır xəstələrə fərdi olaraq. 5 qrup təzyiq dərmanı var, orada da nəzərə alınır, fərd nəzərə alınır, antiviral
ürək çatılmazlığı nəzərə alınır. Yəni həyat yoldaşının təzyiq dərmanı içmək lazım deyil. Bəli, fərdidir. Burada biri deyir, mənə bu kömək eləyir, bunu onu da nəzərə almaq lazımdır. 5 qrup dərman yaşa baxır, xəstəliyinə baxır. Hər kəsin təzyiqin səbəbi fərqlidir. Bəli, orada bir qrupanın, 2 qrupanın kombinasiyası, hətta 3 qrupanın indi təblər buraxılır ki, bir tabletdə 3 qrupanın dərmanı var. Onlar regular atılmalıdır. Atmırlar, sindrom atmana deyirlər. 3 gün olmur, 4-cü gün qalxır, o 3 gündə vəzinə çıxır. Yəni regular atmalıdırlar. Bəli, o təzyiq sadəcə təzyiqi stabil saxlayır. Təzyiqin Bəli, yəni arterial hipertenziya diaqnozu qoyulmuş xəstələr atır. Hər təzyiq qalxmasına təzyiq xəstəliyi deyilmir. ürəyə Yəni onlarda qalxır. Krizlərdə da var ki, getdik yüksək təzyiqdir, insult, beyin qan dövran pozğunluğu veribdir. Orada da təzyiq 180-dən aşağı salınmır. Ölçürsən 180, xəstəyə iynə vurdu, başa salırıq ki, bunu salmaq olmaz. Biz salsaq bu işemi prosesi daha da dərinləşdirmiş olaraq. Xəlil doktor, bəs təxirə salınmaz təcili tibbi yardımın həkimləri öz ürəklərini necə qoruyurlar, öz təzyiqlərini necə saxlayırlar? Çünki gecə növbəsində çalışmaq, yuxusuz qalmaq risk faktorlarının ən başlıcasında gəlir. Yəni təcili yardım sistemində işləmək həm ağırdır, həm şərəflidir. Yəni biz də ailə, bizim də yaxın qohumlarımız, inanırsınız, əsl xəstələrə bir yardım eləyəndə, bir vəziyyətdən çıxardığında biz də özümüzü yaxşı hiss edirik ki, kiməsə bir yardım olunur. Motivasiya olur. Amma təəssüf ki, təcil yardıma aid olmayan, vaxtı aparan çox çağırışlar, əsassız çağırışlar. Valla desəm nəyə görə... Misal üçün? Desəm nəyə görə çağırışır, sizə də qəribə. İştahım yoxdur, təcil yardım çağırır. Ürəyim bulanır, təcil yardım çağırır. Yuxum gəlmir, təcil yardım çağırır. Yəni gedirik, o vaxt da olur. İndi sağ olsun bizim dispetçerlər çeşidləyirlər, çağırışları çeşidləyir. İlk növbəyə salırlar, küçə çağırışlarıdır, məclislərdir, ictimai yerdir. Qəzalardır. Bəli, avtoqəzalardır, uşaq çağırışlarıdır 1 yaşdan. Məsələn, yolda, toyda birinin halı xarab olur, bilir ki, o toya gəlib şənlənməyə, təcil yardım bilir ki, burada ciddidir. Yəni, dispetçerlərimiz çeşidləyir onları, göndərir. Hər halda yenə bura gedirik. Dünən idi, mən baxdım, bizim statistika çıxarılmışdı aprel ayında. 5.000-ə qədər, 5.000, 60.000 çağırışdan 5.000-i... Bu ölkə üzrə? Bəli, respublika əsassız çağırışdır. 4.000-ə yaxını nəticəsiz çağırışdır. Bunların hamısı vaxt aparmaq deməkdir. Təbii ki. 5.000 ünvana getmişsiniz və gedirsən, qapını nəticə döyürsən, hə, yaxşıyam, pis idim, indi yaxşıyam, ehtiyac yoxdur. Vaxt getdi, ona qədər bir ağır xəstə olur. Getməmək olmaz, çağırış varsa getməlidir. Çağrı mərkəzindən çağırış ötürülür, onlara getməyə mümkün deyil. Yəni xəstələrimiz var ki, gündə 3 dəfə çağırır, 4 dəfə arterial təzyiqi ölçdürmək üçün həkim təyinatını kimsə başqa bir müəssisədə təyinat verib bunu vurun. Yəni hər cürə çağırışlara, əsas çağırışlara rast gəlirik. Gündə 3 dəfə təcili yardım çağırmaq nədir? O da bizim də bədənimiz daş deyil. Qohum varsınız, hər gün gündə 3 dəfə eyni ünvanla getməklə. Bəli. Biraz anlaqlı yanaşsalar yaxşı olar. Başlayarıq ki... Çünki o anda kimisə doğrudan ehtiyacı ola bilər. Ambulator tibb müəssisəsi var, poliklinikası var, poliklinikaya müraciət edə bilərsən, stasionar müalicəsi var. İndi də dediyim yoxlamalar, bəli, hamısı sığorta hesabına yoxlanılır. Bəzisinə gedirsən, indi bilmir də, bir həftə bundan qabaq çağırıbdır, gedirsən yenə həmişə ürəyimlə, deyir, axı keçən dəfə bizə dedi ki, müraciət edin, poliklinikaya müraciət edin, ürək bulanmadır, köpdür. Bu təcil yardımlıq nə var burada? Sizə nə yardım göstərir? Gedin, müayinə olunun, səbəb müayinə olsun, müalicə alsın. Sabah gedəcəm, deyirəm, siz bunu bir həftə bundan qabaq demişdiniz, sabah gedəcəm. Yəni şikayətlər təkrarlanır. Hallar çox olur. Əsaslı çağırışda getməmək mümkün deyil. Çünki düşür komitörə ötürülür çağırış, yerinə yetirməliyik. Sizə psixoloji da dəstək lazımdır onda. Son 2 dəqiqəmiz var, doktor. Mən təşəkkür edirəm sizə gəldiyiniz üçün, faydalı məlumatlar verdiniz. Mənə də çox maraqlı oldu. Nəzrin xanıma təşəkkür edirəm ki, hər dəfə bizə imkan yaradır, dəyərli qonaqları dəvət edirik və faydalı və lazımlı məsələlərə toxunuruq ki, əhali daha məlumatlı olsun. Sizə işinizdə uğurlar arzu edirəm. Başqa nəsə bir müraciətiniz varsa, bəlkə hansısa sualı eşitmək istəyirsiniz, mən o sualı vermədimsə, buyurun, müraciətinizi edin. Geniş danışmaq istəyirdim. Vaxt qısa olduğuna görə biraz çox məlumatları verə bilmədik. Amma İnşallah gələn dəfə. Həmvətənlərimizə arzu edirik, xəstələnməsinlər, özlərini qorusunlar. Çünki onların sağlamlığı hər bir yaxınının sevincidir. Bir xəstəlik də olanda vaxtı-vaxtına müraciət eləsinlər, poliklinika şöbələrə müraciət eləsinlər, dövri müayinələrdən keçsinlər.
Təcili yardım olanda biz xidmətlərində hazırıq. Təşəkkür edirəm Sağ sizə. olun. Biz xidmətlərində hazırıq. Təşəkkür edirəm Sağ sizə olun. və bütün Respublika təxirə salınmaz təcili tibbi yardım xidmətinin əməkdaşlarını da buradan salamlayıram, işlərində uğurlar arzu edirəm.